Aprelin 21-i Bakıda Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Tahir Şıxəliyevin fərdi sərgisi keçirildi. Vəcihə Səmədova adına sərgi salonuna toplaşan sənətsevərlər rəngkarlıq və qrafika janrlarında nümayiş etdirilən 70-dən çox rəsm əsəri ilə tanış oldular. Sərginin açılışında çıxış edən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud, xalq yazıçısı Natiq Rəsulzadə, şair Əkbər Qoşalı, eləcə də rəssamın sənət dostları çıxış edərək vurğuladılar ki, müasir Azərbaycan təsviri sənətində öz dəsti xətti, baxış bucağı olan Tahir Şıxəliyevin əsərlərinin öz dili və fəlsəfəsi var. Çıxış edənlər Tahir Şıxəliyevin yaradıcılığında rənglərin estetikası ilə yanaşı, həm də simvolik mahiyyət daşıyan bədii dünyasından bəhs etdilər. Daha sonra qonaqlar həm qrafik, həm də rəngkarlıq üslubunda bir-birindən maraqlı rəsm əsərlərini seyr etdilər. Bizim mediaya təəssüratını bölüşən sənətsevərlər bildirdilər ki, çox fərqli üslubda çəkilmiş bu əsərlərdə maskalı obrazlar, müxtəlif insan silüetləri reallığın fırça ilə ifadəsidir. Bu əsərlər insanın daxili dünyasına işıq salır. Zəngin təxəyyülü olan rəssamın əl işləri sirli, eyni zamanda xəyali dünyaya açılan pəncərədir. Rəssam əsərlərindən bəhs edərkən onların necə ərsəyə gəlməsindən danışdı. Əsasən Bakı, İçərişəhər mövzusunun üstünlük təşkil etdiyi bu rəsm əsərlərində doğma Bakının mühiti, musiqisi, əhval-ruhiyyəsini yaratdığı emosiyalardan ilhamlandığını dedi. Həm rəngkarlıqda, həm də qrafikada çalışarkən fərqli olmaq, özünə məxsus dünya yaratmaq prinsipinə hər zaman sadiq qaldığını vurğuladı. Qeyd edək ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Bakı Rəsm Qalereyası və Hüsn Art Təsviri Sənət Mərkəzinin birgə təşkilatçılığı keçirib. Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim Media.